Təsəvvür edin ki, gecənin bir aləmidir. Yarı qaranlıq, belə sakit bir ortaqda oturmusunuz. Aha, Və bəli. qəfildən qarşınızdakı adam gözlərinizin içinə baxır, özü də tam ciddiyyətlə, yəni heç bir zarafat filan yoxdur. Və deyir ki, mən həm Nuh peyğəmbərəm, həm kainatın özüyəm. Dəhşətdir. Üstəlik deyir ki, bütün bu kosmik tarixi, yəni bəşəriyyətin yaddaşını təvəkkül adlı birini ötürəcəm, hansı ki, o təvəkkülün bundan qətiyyən xəbəri belə yoxdur. Yəni sıradan bir adama, hə. Ay sağ ol. Və o sizdən tələb edir ki, bütün bunları kəlmə bə kəlmə kağıza köçürəsiniz. Yəni dəli olardınız yəqin ki, düzdür. Baxın, bugünkü dərin araşdırmamızda masamızın üzərindəki sənəd məhz belə bir gecənin məhsuludur. Və qeyd edək ki, biz bugün sadəcə quru bir arxiv materialını və ya hansısa xəbəri təhlil etmirik. Qətiyyən. Qarşımızda qəribə, mistik və insanın, belə deyək, daxili dünyasının hüquqlarını zorlayan bir sənəd var. Birbaşa diktə edilmiş bir əlyazma. Sənin təsvir etdiyin o otaq səhnəsi var, ha. Aha. Bax, o səhnə sənədin əsl mahiyyətini çox yaxşı açır. Çünki bu sadəcə məlumat ötürmək üçün yazılmayıb da. Oxumaq üçün deyil, daşınmaq üçündür, o psixoloji ağırlığın altına girmək üçündür. Sanki sözlər ağır bir metaldan tökülüb. Tamamilə. Bir insanın öz daxili işığını götürüb, heç nədən xəbəri olmayan birinə yükləməsi. Yəni, bu həm inanılmaz füsunkardır, həm də çox qorxuducu bir aktdır. Təsəvvür edin, kimsə sizə bütün bəşəriyyətin yaddaşını miras qoyur. Siz bunu necə qəbul edərdiniz? Həm də bir gecənin içində. Baxın, gəlin arxa fonu qısaca aydınlaşdıraq ki, dinləyicimiz nədən danışdığımızı tam bilsin. Sənəd 2024-cü ilin 9 aprelindən 10 aprelinə keçən gecə yaranıb. Turgut Bey Rızazadə Ali adlı bir şəxs Mətndə özünü ağ geyimli də adlandırır. Düzdür, ağ geyimli. O, bu sətirləri Mirələkbər Seyidov adlı başqa birinə diktə edir. Missiyamız da bu mürəkkəb mətni oxumaq, onun arxasındakı o fəlsəfi, tarixi və psixoloji qatları dinləyici üçün açmaqdır. Yəni, o otaqda baş verənləri çözməyə çalışırıq və bunu anlamaq üçün ilk növbədə danışanın özünü necə təqdim etdiyinə baxmalıyıq. Ay sağ ol. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Çünki düzünü desəm, mən mətni oxuyanda biraz beynim yandı. Diktə edən adam, yəni ağ geyimli, kimlikləri elə sıralayır ki, o deyir, mənəm Azər, mənəm ilk, mənəm əvvəl, Bismillaham, fikrətəm, vahidəm. Çox iddialı girişdir. Özdə necə? Sonra Nuh olduğunu deyir, İbrahim adlandırır özünü, hətta mətndə İbrahim kimi xüsusi qeyd edib, sonra Yuzarsib, yəni Yusif Peyğəmbər. Və sonra da tamam fərqli bir şey. Birdən-birə Babək olduğunu deyir. Bax, burada mənə elə gəldi ki, bu mətn sanki tarixi və mistik şəxsiyyətlərdən ibarət bir matryoşka gəlinci idi. Çox gözəl bənzətmədir əslində. Yəni, bir qatını açırsan, içindən dindar, mühafizəkar bir peyğəmbər çıxır. Növbəti qatı açırsan, birdən solçu, üsyankar, inqilabi bir fiqur olan Babək çıxır. Zərdüştlük var, ardınca da Quran, İncil, Tövrat, hamısı bir bədəndə necə cəmləşə bilər? Bax, burada ən heyran edici məqam odur ki, bu sıradan bir ego nümayişi deyil. Yəni, kənardan baxanda adam sadəcə özündən razıdır kimi görünə bilər, amma yox. Bəs nədir? O, özünü işıq və kosmik bir zərrə kimi dərk edir. Egonun şişməsi deyil, egonun kainat yaddaşı içində həll olmasıdır bu. Mətndə ən güclü yerlərdən biri də Yunus Əmrədən gətirdiyi sitatdır. Bəndə bir bən vardır, bəndən içəri. Aha, yəni mənim içimdə başqa bir mən var. Ay sağ ol. Yəni Turgut bəy demir ki, mən fiziki olaraq Nuhdan üstünəm. O deyir ki, o kosmik enerji, o işıq mənim içimdən keçir. Və biz də burada əlbəttə nə siyasi, nə dini baxımdan tərəf tutmuruq, nə sağ, nə sol. Sadəcə bu fərqli inancıların necə vahid bir işıq altında birləşdiyini təhlil edirik. Düzdür və fikir verin, bu birləşmə sadəcə insanlarla məhdudlaşmır, coğrafiyanı da içinə alır. Eyni mətndə həm Tanrı dağı var, həm Araz çayı, həm qədim atəşgahlar. Beşbarmaq dağı, Əshab-ı Kəhf. Bəli, hamısını bir nöqtəyə, tək bir işıq məfhumuna sıxışdırıb. Amma mənim üçün əsl maraqlı məqam da elə burada başlayır. Yaxşı, bu adam kainatın yaddaşıdır, bütün işıq ondadır, amma o bu qədər böyük bir gücü nə edir? Ötürür.
özündə saxlamır. Hə, bunu Təvəkkül Vəliyev adlı bir şəxsə ötürür. Deyir ki, bütün işığımı, əvvəlimi, İncil və Quran yaddaşlarını ona halal edirəm. Və belə bir cümlə var, səni cəm bəşər içərisində işıq qibləgahım bildim. Və işin ən qəribə tərəfi o qeyd edir ki, təvəkkülün özünün bundan heç xəbəri yoxdur. Dəhşətdir də, valla. Amma mən sizdən soruşmaq istədiyim başqa bir ziddiyyət var burada. Sənətdə belə bir yer var, adam deyir. Halal edirəm uzun bağırsağımı, üfunət qoxmuş bağırsağımı sizə bu dünyaya bəxş edirəm. Yəni, niyə kimsə həm belə ilahi, təmiz bir işığı, həm də, bağışlayın, üfunət qoxmuş bağırsağını miras qoyar? Bu nə deməkdir? İnsanlıqla ilahilik arasındakı ziddiyyətin qəbulu kimi bir şeydir bu. Tam olaraq odur. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, görərik ki, bu məsuliyyətin əsl ağırlığıdır. Yəni, dünyəvi və ilahi yük eyni anda verilir. Turgut bəy ona sadəcə parlayan bir işıq vermir. O deyir ki, mən sənə kainatı verirəm. Amma sən bunu bu üfunətli, ətdən və sümükdən ibarət fiziki dünyada daşıyacaqsan. Aha, yəni o nuru bu çürüyən bədənin içində saxlamaq əzabı. Bəli. Təvəkkül bilmədən bu həm işıqlı, həm də əzablı kosmik yaddaşın varisi olur. Və təbii ki, orada başqa adlar da çəkilir. Miri, Möhsün, Zeynal, Rahilə, İlkarə. Sanki o böyük kosmik dramın içindəki yan personajlardır onlar. Tamamilə, şahidlərdir. Amma sənədin epik tərəfini bir kənara qoysaq, məncə, onun fiziki olaraq necə yarandığı daha maraqlıdır. Çünki o qeyd hissəsi var ha. O hissə məni lap sarsıtdı açığı. Hekayənin gedişatını alt-üst edir o hissə. Gəlin dinləyicilərimizə o qeyd hissəsindən danışaq. Deməli, sənədin sonunda qələmi tutan o yazıcının, yəni Miral Əkbər Seyidovun əlavəsi var. O, ayın 9-undan 10-una keçən gecə ardını yazmaqdan sadəcə imtina edib. Qorxudan. Bəli, o qədər qorxub ki, Turgut bəydən tələb edib ki, düz 8 dəfə Bismillah desin. Təsəvvür edirsən, 8 dəfə. Aha, ənd içsin ki, yəni bu sənin şəxsi təşəbbüsün deyil, bu böyük yaradanın icazəsidir. Ağ geyimli isə deyib ki, yox, etmirəm. Miral Əkbər də qorxub yazını dayandırıb. Bəs bütün bunlar nə anlama gəlir sizcə? Bir tərəfdə kainatdan danışan bir ilah, o biri tərəfdə titrəyən bir insan əli. Bax, bu çox vacib bir sual doğurur. Bu, mütləq inamla insani şübhə arasındakı o qaçılmaz toqquşmadır. Miral Əkbər o mətnin ağırlığı altında əzilir, o sonsuzluq qarşısında reallığa tutunmaq istəyir. Fikir verin, adam orada necə dəqiq saatlar yazır. Hə, 14-14-00-57. Ay sağ ol. Yazır ki, yalnız ertəsi gün saat 14:14-də gələn 5 dəqiqə 5 saniyəlik səs yazısından sonra o buna inandı. Və 11 aprel saat 00:57-də mətni bitirdi. Saniyəsinə qədər hesablayıb. Çünki bu qədər dəqiqlik o qorxmuş insan beyninin xilasıdır. O rəqəmlər böhranın və bu kosmik hadisəni rəsmiləşdirmə cəhdinin bir simvoludur. Və sonda nə deyir? Allahdan bu günahından keçməsini diləyir. Bəli, Allahımız günahımdan keçərsə, belə bir şey deyir. Yəni, yenə də şübhə içindədir. Bilirsiniz, mən bütün bu olanları dinləyicimizin gündəlik həyatı ilə əlaqələndirmək istəyirəm. Biz hər gün məlumat seli içindəyik. E-maillər, mesajlar alırıq. Adi, sıradan günlər, hə. Aha, amma bir anlıq təsəvvür edin ki, bir gün kimsə sizə, eynilə Təvəkkül Vəliyevə edildiyi kimi, belə nəhəng bir yaddaş, bir işıq yüklüyür və ya bəlkə siz özünüz Miral Əkbər kimi, kiminsə o ən dərin, izah olunmaz, qorxunc hisslərinin sadəcə qələmi, vasitəçisi olmaq məcburiyyətində qalırsınız. Bu insanın tab gətirə bilməyəcəyi bir yükdür. Və sonda dinləyiciyə belə bir şey deyək də, Təvəkkül Vəliyevin axı bütün bunlardan xəbəri yox idi, sənətdə xüsusilə qeyd olunur. Bəs sizlər necə? Yəni, gündəlik o adi həyatımızı yaşayarkən tamamilə xəbərsiz olduğumuz halda kiminsə hekayəsinin mərkəzindəki işıq qibləgahı ola bilərikmi? İnanılmaz fikirdir. Bəlkə də kimsə elə indi hazırda öz daxili dünyasının bütün xilasını, bütün o ağrı acısını və ya yaddaşını məhz sizə yönləndirib. Və sizin bundan, yəni zərrə qədər də xəbəriniz yoxdur. Bunu bir düşünün. Doğrudan da düşünməli bir şeydir. Bugünkü dərin araşdırmamızda bizimlə olduğunuz üçün təşəkkürlər. Öz reallığınıza diqqət edin. Hələlik. Təsəvvür edin ki,
Kimsə zəng edib deyir ki, sizə böyük bir miras qalıb. İlk ağlınıza gələn nə olar? Yəqin ki, ev, nə bilim, bank hesabı filan. Hə, adətən hamı elə düşünür. Ya köhnə bir kənd evi, ya da ən azından nənədən qalma bir saat. Düzdür? Yəni, əllə tuta biləcəyimiz fiziki bir şey. Amma baxın, bugünkü ətraflı müzakirəmizdə tamam başqa bir senaridən danışacağıq. Təsəvvür edin, sizə maddi heç nə vəsiyyət edilmir. Aha, bəs nə vəsiyyət edilir? Biri sizə öz işığını, öz əvvəlini və kosmik yaddaşını vəsiyyət edir. Yəni sözün əsl mənasında kainatın yaranışından bu yana topladığı hər şeyi. Bugün diqqət mərkəzimizdə məhz belə bir sənəd var. Turgut Beyruzazadə, Alinin vəsiyyəti. Və dərhal vurğulayaq ki, yəni bizi dinləyənlər elə bilməsin ki, bu hansısa 1000 il əvvələ aid qədim bir əfsanədir. Xeyr, bu çox yaxın tarixdə baş verib. Tam olaraq. 2024-cü il aprelin 9-dan 10-una keçən gecə. Bəli, çox müasir və real bir mühitdə. Sənəd sadəcə mətn adlanır. Deməli, Turgut Beyruzazadə Ali diktə edib, Mirələkbər Mirmöhsinoğlu Seyidov isə qələmə alıb. Sənədin tək bir məqsədi var. Turgut Beyin daxilindəki bütün o işığını, bütün o mənəvi yükü Təvəkkül Vəliyev adlı başqa bir şəxsə ötürmək. Bu əslində böyük bir akt mənası daşıyır. Mütləq. Və bugünkü missiyamızda bu mürəkkəb, belə deyək, simvollarla dolu sənədin şifrələrini tapmaqdır. Yəni biz bu sənədə hansısa mütləq həqiqət kimi təbliğ etmirik. Sadəcə mətnin arxasındakı fəlsəfəni anlamağa çalışırıq. Çünki sözün düzü iddialar həddindən artıq böyükdür. Həddindən artıq, hə. Yəni bu mətni anlamaq üçün obyektiv olmalıyıq. Şərqin təsəvvüf ənənələrinə, mistikiyyə biraz açıq fikirli yanaşmalıyıq. Bax, elə isə gəlin ən çətin həzm olunan hissədən başlayaq. Turgut Bey vəsiyyətində özünü necə təqdim edir? Mən oxuyanda sözün açığı biraz duruxdum. Niyə? Nə yazılmışdı ki? Aha, bəli, klassik təsəvvüf yanaşması. Amma bununla bitmir axı. Tövratı, İncili, Quranı, təvəkkülə məhz özünün bəxş etdiyini deyir. İndi baxın, reallıqla üzləşək. Əgər mənim bir tanışım gəlib mənə desə ki, kainatın mərkəzi mənəm, o kitabları mən göndərmişəm, mənim ilk reaksiyam nə olar? Yəqin düşünərəm ki, bu adamın psixoloji problemi var, ya da, nə bilim, böyüklük xəstəliyinə tutulub. Düzdür. Kənardan baxanda elə görünür. Çox adam bunu narsizm kimi qəbul edər. Ay sağ ol. Bəs biz bu mətnin arxasındakı fəlsəfəni o adi eqoizmdən necə fərqləndirməliyik? Yəni bu fərq hardadır? Baxın, əsas məsələ elə budur. Mistik ənənələrdə, xüsusən də vəhdətül vücud fəlsəfəsində, yəni non-dualizmdə proses tam əksinə işləyir. Narsizm nədir? Adam deyir ki, mən sizdən üstünəm, mən böyüyəm. Ego şişir, düzdür. Hə, mərkəzdə ancaq özü dayanır. Lakin Turgut bəyin mətnində o mənəm ilk deyəndə bunu bioloji bir insan kimi, yəni Turgut bəy kimi demir. O, kainatın yaradıcı enerjisi özünün adlandırdığı o işıq adından danışır. Yəni fiziki bədənini nəzərdə tutmur. Tamamilə o demir ki, mən sizdən fərqliyəm. Deyir ki, mən və bütün kainat eyni şeyik. Bu egonun şişməsi deyil, əksinə egonun tamamilə yox olması, bütövə qarışması halıdır. Aha, yəni şəxsiyyət vəsiqəsindəki adamı yox, varlığın özünü nəzərdə tutur. Mən bunu müasir dillə bilmirəm nə dərəcədə düzgündür, amma biraz belə başa düşməyə çalışıram. Sanki bir flash kart var, içində kainatın bütün məlumat bazası, terabaytlarla məlumat var və kimsə bunu götürüb aparıb təvəkkülün beyninə transfer edir. Maraqlı bənzətmədir, amma mistik təcrübədə bu biraz fərqlidir. Niyə? Yük çox ağırdır deyə, məncə adamın beyni yanar o qədər məlumatdan. Yox, məsələ beynin yanmağında deyil, flashkart ölü məlumatdır, sadəcə informasiyadır. Gəlin bunu belə deyək, bir şamdan digər şamı yandırmaq kimi düşünək. Şam bənzətməsi, yəni necə? Baxın, təsəvvür edin əlinizdə qur yanan bir məşəl var. Qarşınızda da sönülü bir şam. Siz məşəli şama yaxınlaşdırıb onu yandıranda, məşəlin öz alovu istisi azalır. Yox, azalmaz. Eyni qalır. Ay sağ ol. Amma o sönülü şam birdən-birə eyni işığı, eyni istini daşımağa başlayır. Burada söhbət hansısa informasiyanın kopyalanmasından getmir. Söhbət fəlsəfi bir halın, bir enerjinin transferindən gedir. Deməli, o işıq dediyi şey o alovun özüdür. Bəli, bəli. Təvəkkül Vəliyev informasiya almır, o mənəvi bir status alır. Yanan bir hala keçir. Yəni cild dəyişir, fərqli dalğaya köklənir.
Bax, bu dalğa məsələsi məni sənətdəki başqa bir qəribə məqama gətirib çıxarır. Turgut bəy deyir ki, baxın, diqqətli olun, bütün ateistlərin atası özüdür və onlarda namaz qılıb ibadət edəcək. Aha, bəli, o hissə çox dərindir. Amma bir dəqiqə, mən oxuyanda dedim necə yəni? Sən həm bütün dinlərin mənbəyisən, həm də səni inkar edən ateistlərin atasısan və hətta onlarda namaz qılacaqsan. Bu məntiqi cəhətdən paradoks deyil. Aristotel məntiqi ilə yanaşsaq əlbəttə paradoksdur. A və B eyni vaxtda doğru ola bilməz axı. Düzdür. Amma non-dualizmdə digəri yoxdur. Yəni kainatın gözündə inanc və inkar eyni sikkənin iki yüzüdür. İnkar edən də o işığın bir hissəsidir. Turgut bəy demək istəyir ki, yaradılış o qədər nəhəngdir ki, özünün inkarını da içində ehtiva edir. Ateist də o işığın bir təzahürüdür. Sadəcə başqa cür yaşayır bunu. Yəni, kosmik miqyasda hər şeyi həm silir, həm də qucaqlayır. Doğrudan da maraqlıdır. Amma baxın, tam bu məqamda sənət məni şoka saldı. Niyə şoka saldı ki? Yəni, mən sənədə oxuyuram bu adam, səmavi kitablardan, Nuhdan, İbrahimdən, kainatdan danışır. Mən də gözləyirəm ki, bu adam buludların üzərindədir, ancaq ulduzlardan, müqəddəs şeylərdən danışacaq. Və birdən mətnin tam ortasında belə bir cümlə gəlir. Sitat gətirirəm, aşağı mərtəbədəki 3-cü otağa bax, mən orada qüdrətlə samavarı yandırmışam, dəmləmişəm. Hə, çox kəskin keçiddir. Özdə biraz sonra deyir, Tirana baxdım, ağ pişiyi gördüm. Mətbəxdə yemək pişirildi. Axı niyə? Özünü kainat adlandıran adam, niyə qəfildən mətbəxə, samavara, pişiyə qayıdır? Bu sərt keçidlər adamın belə deyək, o mistik aurasını pozmur sizcə? Yox, əslində məsələ burasındadır ki, sizin bu reaksiyanız çox təbiidir. Bizə elə gəlir ki, müqəddəslik mütləq yerdən qopmaq deməkdir. Göylərdə uçmaq deməkdir. Bəs deyil. Yəni, müqəddəs adam adi şeylərlə niyə maraqlansın? Zen buddizmində çox məşhur bir deyim var, bəlkə də eşitmisiniz. Aydınlanmadan əvvəl ağac kəs, su daşı. Aydınlandıqdan sonra yenə ağac kəs, su daşı. Aha, yəni dünyəvilikdən qaçmırsan. Tam olaraq. Turgut bəy sadəcə kosmik varlıqdan danışmır. O kosmik varlığın elə bu anda, bu mətbəxdə o samavarın yanında olmasından bəhs edir. İlahilik təkcə dağlarda deyil ki, həyətdəki ağ pişikdə də var, qaynayan samavarda da. Yəni samavarı yandırmaq da bir növ dua kimi bir şey olur. Ay sağ ol, kosmosu ilahiliyi mücərrəd bir şey olmaqdan çıxarır, real, canlı və gündəlik həyata bağlayır. Dinləyicilərə səslənirəm buradan. İndi sizi bilmirəm, amma mən səhər durub kofe süzəndə və ya həyətdə pişiyə yemək verəndə bunun müqəddəs kosmik bir akt olduğunu zərrə qədər də düşünmürəm. Amma mətnə görə məhz elə düşünməliyik. Ən kiçik detal böyük rəsmin bir hissəsidir. Düzdür. Amma gəlin biraz daha dərinə və hətta deyərdim ki, narahat edici yerlərə gedək. Pişik və samavar yenə estetikdir. Bəs mətndə Turgut bəyin öz fizioloji reallıqlarını qabartması necə? Fizioloji reallıqlar deyəndə? Yəni bədənindən konkret olaraq özünün üfunət qoxmuş bağırsağından bəhs edir. Və qəribəsi odur ki, bunu gizlətmir, onu da dünyaya bəxş etdiyini deyir. Yəni düzünü desəm, adam bunu oxuyanda biraz iyrənir. Bu cür belə deyək, kirli bir detalı niyə ruhani bir mətnə salsın ki? Çünki tarix boyu mistik cərəyanlar bədəni rədd edib. Həmişə öyrədilib ki, ruh təmizdir, bədən isə kirlidir, günahdır. Bədəndən xilas olmaq lazımdır. Hə, o klassik bədən zindandır söhbəti. Bəli, lakin bu mətin bədəni rədd etmir. Üfunət qoxmuş bağırsaq şok edicidir, düzdür. Amma bu insanın faniliyinin ən çılpaq etirafıdır. Əgər hər şey işıqdırsa, sən o işığı qəbul edirsənsə, deməli xəstəliklərini, qüsurlarını, hətta o üfunətini belə inkar edə bilməzsən. Yəni bədənindən utanmır. Utanmır. O qüsurlu bədən də o işığı daşıyan qabdır axı. Bu, reallığın radikal şəkildə qəbul edilməsidir. Heç nəyi inkar etmədən. Reallığın radikal qəbullanması doğrudan da güclü ifadədir. Yəni, o təkcə ruhunu deyil, palçığını da, bədənini də vəsiyyət edir. Bax, bu yerdə mən diqqətimizi otaqdakı digər şəxsə, mətni kağıza köçürən adama yönəltmək istəyirəm. Katibə yəni. Mir Ələkbərə. Hə, Mir Ələkbərə. Bizi dinləyənlər bir anlıq özünüzü o otaqda hiss edin. Gecə saat 2-dir. Qarşınızdakı adam deyir ki, kainatı mən yaratmışam, kitabları mən endirmişəm, sonra da pişikdən və bağırsaqlarından danışır. Siz də bunu vərəqə yazmalısınız. Mətnin ən dramatik hissəsi məhz bu katibin yazdığı qeydдədir məncə. O qeyd sənədin ən kritik yeridir, sadəcə bir haşiyə deyil.
dinləyicilərə izah edim. Aprelin 9-dan 10-una keçən gecə Mirələkbər qəfil qələmi yerə qoyur, yazmağı dayandırır. Niyə? Çünki dəhşətli dərəcədə qorxur. Bəli, prosesi dayandırır. O, ağ geyimli dediyi Turgut bəyə qarşı çıxır və tələb edir ki, o 8 dəfə Bismillah desin. And içsin ki, bu ötürülən yük onun şəxsi egosu deyil, böyük yaradanın icazəsidir. Və o qeyddə açıqsa yazır. Açığını desək, mən də bu məsuliyyətdən qorxdum. Çox səmimi bir etirafdır əslində. İndi düşünün, insan bir müqaviləyə qol çəkəndə əli əsir qaldı ki, kainatın məsuliyyətini yazasan. Niyə məhz 8 dəfə Bismillah? Və o katib niyə bu qədər dəhşətə düşmüşdü sizcə? Katibin qorxusu tamamilə əsaslıdır, çünki o, orada sadəcə bir diktafon, bir printer deyil, o bir şahiddir. Və mistikada şahidlik bəzən o işi edəndən daha ağır yük daşıyır. Yəni, yalançı şahid olmaqdan qorxur. Bəli, düşünür ki, əgər bu ötürülən şey yalandırsa, egonun məhsuludursa, onda mən də kosmik bir yalanın iştirakçısı oluram. Mənəvi bir cinayətə şərik oluram. Bəs niyə 8 dəfə Bismillah istəyir? Bu rəqəmin xüsusi mənası var. Əlbəttə, bir çox ezoterik ənənələrdə, elə təsəvvüfdə də 8 əbədiyyətin sonsuzluğu simvolizə eləyir. 8 dəfə Bismillah tələb etməklə o, bu prosesin ilahi bir təminatını istəyir. Və o təminatı almamış da işə davam etmir. Sənəddən görünür ki, yalnız səhərisi gün, aprelin 10-u saat 14:14-də Turgut bəy ona 5 dəqiqə 5 saniyəlik səs yazısı göndərir. Aha, o səs yazısını dinlədikdən sonra ancaq arxayın olur. Bəli, inanır ki, bu icazə doğrudan da ilahidir, işi tamamlayır və qeydini belə bitirir, bu dua məni çox sarsıtdı. Böyük yaradanımız bu günahımdan keçərsə xoşbəxtəm. Fikir verin, həm inanır, həm də deyir bu günahımdan. Yəni, hələ də içində o qorxu var ki, bəlkə boynundan böyük bir işə girişib. Məncə mətnin o ağır kosmik aurasından bizi endirib reallığa bağlayan məhz bu bəşəri qorxudur. Katibin o qorxusu, o mən qorxdum etirafı olmasaydı, bəlkə də bu mətn elə uydurma bir hekayə kimi görünərdi, amma o tərəddüd, o otaqdakı gərginliyi bizə elə hiss etdirir ki, başa düşürük bu adamlar üçün o gecə adi bir an deyildi, dərin və sarsıdıcı bir həqiqət anı idi. Deməli, biz bugün Turgut bəy Rızazadə Alayinin vəsiyyətini müzakirə etdik. Həm o kainat miqyaslı ideyaları, həm samavarın o isti məişət tərəfini, həm də zavallı Mirələkbərin o dəlindən hiss etdiyi qorxusunu. Bəs sonda, yəni bizi indi yolda, ofisdə, evdə dinləyən adama bunun nə dəxli var? O qədər uzaq və mistik bir hadisənin bizim bu adi günümüzə, həyatımıza necə bir aidiyyat ola bilər? Məncə aidiyyatı çox böyükdür, çünki əlaqə miras və ötürülmə mənasındadır. Biz çox vaxt elə bilirik ki, miras yalnız pul, maşın, evdir. Bayaq dediyimiz kimi. Amma bu mətn bizə xatırladır ki, insan arxasında ən çox öz daxili halını qoyub gedir. Biz fərqində olsaq da, olmasaq da, hər gün uşaqlarımıza, dostlarımıza, öz o balaca işığımızı ötürürük. İnancımızı, bəzən qorxularımızı. Ay sağ ol, öz xarakterimizi, hətta bayaq dediyimiz kimi mətbəxdə süzdüyümüz bir stəkan çayla belə. Turgut bəyin vəsiyyəti sadəcə bunun daha ekstremal, daha kəskin bir formasıdır. Doğrudur, biz hər gün ətrafımızı şəkillendiririk. Bəzən həyatın o adiliyinə o qədər öyrəşirik ki, belə mətnlərə ehtiyacımız olur ki, bizi sirkələsin, fərqli baxaq. Bəli, reallığı yenidən dəyərləndirmək üçün yaxşı bir fürsətdir. Ətraflı müzakirəmizin sonuna gəlirik. Amma bitirmədən bizi dinləyən hər kəsdən bircə şey düşünməyini istəyirəm. Bəli, məhz sizdən. Təsəvvür edin ki, ömrünüzün yekunundadır. Və siz illər boyu yığdığınız o daxili dərki, ən saf işığınızı kimsə üçün sadəcə bircə səhifəlik vəsiyyət olaraq yazdırmalısınız. Maraqlı ssenaridir. Sizcə, sizin o daxilinizdəki yükün nə qədər ağır, nə qədər mürəkkəb olduğunu görüb, o mətni qələmə alan adam qorxudan qələmi yerə qoyardımı? Otaqda o gərginlik yaranardımı? Bu, həqiqətən də özümüzə verə biləcəyimiz ən ağır suallardan biridir. Bəli, bu sualla da sizi baş-başa buraxıram. Növbəti görüşümüzədək öz daxilinizdəki o işığı qorumağı unutmayın.